Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə həlqəvi qurğular tipi haqqında danışırıq. Qurğulardan danışdığımız artıq 3-cü tipdir. Yassı sap qurğular kanalımda mövcuddur. İzləyə bilərsiniz onları da. Gəlin əvvəlcə baxaq görək bu tipdə nə yenilik deyirik digərlərindən fərqli olan. Baxın, biz demişdik ki, sap qurğularda ilk bədən boşluğu yaranmışdır. Həlqəvi qurğularda isə bədən boşluğu bir qatdan ibarət divarla örtülmüşdür və ikinci bədən boşluğu yaranmışdır. Başqa sözlə selom. Yəni daxili orqanlar həmin bu boşluğun içərisində yerləşir və boşluğun içərisində maye var. Həmin bu boşluq mayesi bir skelet kimidir. Yəni qurdun bədəninə möhkəmlik verir, həm də mübadilə proseslərində iştirak edir. Qan damar sistemi yaranmışdır həlqəvi qurğularda. Qapalı qan damar sistemidir, amma ürək hələ yoxdur. Bir də bəzilərində tənəffüs yaranmışdır. Bunlar ümumiyyətlə dənizlərdə yaşayırlar, şirin sularda, hətta torpaqda da bunlar yaşayırlar. Burada şəkillərindən baxaq, bu şəkilləri testdə görəcəksiniz. Baxın, birinci şəkildəki soxulcandır. Bədənin önündəki bax bu qalınlaşmadan bunu bilirəm. Bu ikisi çox qıllı qurğuların nümayəndəsidir. Baxın, birinci nereiddir, ikinci qumqurdur. Bu isə zəlidir, tibb zəlisi. Deməli, gəlin bədən quruluşundan deyim. Niyə biz bunlara həlqəvi qurğular deyirik? Çünki bunlarda bədən həlqə şəkilli buğumlardan təşkil olunub. Yəni bədənləri bütövlükdə buğumludur və həlqə şəkilli buğumlardır. Dəri əzələ hissəsindən danışsam, bədən örtülüdür epiteli qatı ilə, yəni üstdə epiteli qatıdır. Onun altında həlqəvi əzəllər və uzunlu əzəllər yerləşir. Vəssalam, bu da dəri əzələ hissəsidir. Bədənini dedik, bir də ikinci bədən boşluğu, yəni selom yaranmışdır bunlarda. Skelet rolunu oynayıb möhkəmlik verir, həm də mübadilə proseslərində iştirak edəcək. Həlqəvi qurğular tipinin 3 əsas sinfindən danışırıq. Az qıllı qurğular, çox qıllı qurğular sinfi və zəlilər sinfi. Az qıllı qurğular, çox qıllı qurğular, zəlilər. Az qıllı qurğular sinfinin də biz çox dəqiq tanıdığımız, gördüyümüz soxulcan haqqında danışırıq. Nümayəndəsi olaraq, baxın, yenə şəkildə gördüyünüz soxulcanlardır. Nəm çürüntülü torpaqda yaşayırlar gördüyünüz kimi. Bədəni nə rəngdədir bunun? Baxın, görürüm burada qırmızımtıl, belə qəhvəyi rəngdədir. Görürsüz, buğumludur. Baxın, buğumludur. Deməli 180-ə qədər buğum var bunlarda və bədənin uzunluğu 10-15 sm-dir. Rəngi isə qırmızımtıl, qəhvəyidir. Bunun dərisi belə deyək də nəmdir. Dərisi nəmdir. Çoxlu selik vəzisi var dərisində ki, torpaqda rahat hərəkət eləyə bilsin. Sonra dediyim kimi dərinin altında həlqəvi əzələlərdir, onun da altında uzununa əzələlər. Sonra bunun bədəninin ön hissəsində bir qalınlaşma var. Digər şəkildə də görmüşdünüz. Bunu mufta, yəni kəmər adlandırırıq və qarnında belə deyək, bunun az qıllı qurğular sinfinə aiddir də. Demək, bunun bədənində nazik, elastik, amma sayca az miqdarda qılcıqlar da mövcuddur. Sonra artıq başlaya bilərəm bunun orqanlar sistemindən danışmağa, hətta başlayıram həzm sistemi haqqında danışmağa. Qidalanır çürüntülü qida ilə, belə deyək, torpaqdakı çürüntülərlə qidalanır. Sutkada bədənindən hətta deyirik 0,5 qram torpaq keçirir. Qida daxil olacaq ağızdan, sonra keçəcək uğlağa, qida borusuna. Baxın, diqqət, çinədana, mədəyə, sonra bağırsağa və artıq saf qurğularda anal dəlik yaranmışdır. Bunlarda da var. Anal dəlik vasitəsilə də bədəndən xaric edəcək. Və deməli, bu kitabda, öz kitabımızda həzm sisteminin şəklinə diqqət eləyərsiniz, soxulcanın quruluşunda. Baxın, bizə belə 3 dənə həzm sistemində boşluq verir. Bunlardan birincisi çinədana aiddir. Bunlar isə mədəni göstərir. Testdə düşür bu sual, baxarsınız. Deməli, çinədan və mədə də həzmdə iştirak edir. Və bu torpaqla qidalanmaqla fayda verir. Belə deyək, torpağın yumşalması təmin edir, hava sirkulyasiyasını təmin edir deyə bu çox faydalıdır. Deməli,
Davam edirik. İndi qan damar sistemindən danışmağa. Qan damar sistemi qapalıdır. Birinci bunu deyirəm. Damarlardan təşkil olunub, ürəyi yoxdur. Bel qan damarı var, qarın qan damarı var və onları birləşdirən həlqəvi damarlar var. Həlqəvi damarların bir neçəsi yoğunlaşaraq, belə deyək də, ürək funksiyasını yerinə yetirir. Amma dediyim kimi ürəyi yoxdur. Burada kapillyar damarlar da mövcuddur. İri damarlar var. İri damarlar keçir kiçik damarlara. Onlar da kapillyarları əmələ gətirirlər. Qan yalnız damarlarla hərəkət edir. Bədənindəki o boşluq mayesi ilə qarışmır və qanları qırmızı rəngdədir. Sinir sistemindən danışıram. Udlaq-üstü sinir düyünü, udlaq-altı sinir düyünü, udlaq ətrafı sinir həlqəsi və qarın sinir zəncirindən təşkil olunmuşdur. Burada aydın görünür. Udlaq-üstü, udlaq-altı düyün, bunları birləşdirən udlaq ətrafı sinir həlqəsi və qarın sinir zənciri. Baxın bu şəkildə udlaq üstü, udlaq altı, udlaq ətrafı və qarın sinir zənciri. Belə. Hiss orqanlarından danışsam, bunun xüsusi bir hiss orqanı yoxdur. Amma məsələn, belə deyək də, bədəninə toxunsam, onu hiss eləyəcək, qidanın dadını duyur, işığı qaranlıqdan keçir, bu kimi xüsusiyyətləri mövcuddur. Tənəffüs sistemindən danışıram və həlqəvi qrupların çoxsunda xüsusi tənəffüs orqanı yoxdur. Nəm dəri tənəffüs edirlər, soxulcan da dəri tənəffüs edir. Soxulcan haqqında deyirəm ki, xüsusi tənəffüs orqanı yoxdur və nəm dəri tənəffüs edir, dərisi vasitəsilə tənəffüs edir. İfrazat sisteminə aiddir. Deməli, hər buğumunda bir cüt metanefridir, qıf şəkilli metanefridir. Bu şəkildə gördüyünüz ifrazat sistemidir. Deməli, belə deyim sizə, metanefridi bir, belə deyək də, borucuqların sayını testə düşən hissəsi deyim. Soruşur ki, soxulcanda hansının sayı həmişə cüt olmalıdır? Borucuğun sayı həmişə cüt olmalıdır. Çünki hər buğumunda bir cüt yerləşir. Sonra belə deyək, özü əgər metanefridi özü 18-ci buğumda yerləşirsə, onun axacağı özündən sonraki buğuma açılacaq, 19-cu buğuma. Yəni axacağı özündən sonraki buğuma açılır. Aydındırmı? Özü dediyim kimi 18-də yerləşirsə, axarı açılacaq 19-cu buğuma. Borucuğun bir ucu bədən boşluğuna açılır, bir ucu sonraki buğuma və testdə bu düşəcək. Borucuqların sayı həmişə cüt olur. Çoxalmasından danışsam hermafroditdir, amma mayalanması çarpaz gedir. Yəni özü ilə mayalanmır, çarpaz mayalanır və düzünə inkişaf edir. Yəni yumurtalardan birbaşa soxulcanlar çıxır. Necə baş verir bu? Mayalanma baş verən anda kəmərin üzərində selik əmələ gəlir və gəlir soxulcan yumurtasını bu seliyin içərisinə qoyur və selik bədəndən ayrılır. Belə deyək də, selikdən azad olur. Selik xarici mühitdə bərkiyir, tündləşir və barama əmələ gətirir və bir müddətdən sonradakı həmən bu yumurtadan, baramadakı yumurtadan cavan soxulcanlar çıxır. Necə oldu? Yəni, sürfəsindən söhbət etdimi burada? Xeyr, birbaşa soxulcanlar çıxdı, yəni düzünə inkişaf etdi. Çox qıllı qurdların nümayəndəsi də qum qurdu və nereiddir. Bunlarda əsas bir-iki şey deyəcəm, diqqət edin. Bunlar yaşayırlar dənizlərdə, okeanlarda və bunlarda, baxın, bayaqdan deyirdim az qıllı qurdlar, indi deyirəm çox qıllı qurdlar. Bunların bədən buğumlarının yan hissəsində üzərində çoxlu qılcıq olan ayaq pərləri olur və buna görə biz bunlara çox qıllı qurdlar deyirik. Nereid haqqında bax bu hissəyə diqqət eləyəcəksiniz. Bədəni bilirik ki, onsuz da buğumudur hər ikisinin. Bədənində baş, gövdə, quyruq mən aydın şəkildə hiss edə bilirəm. Başında da nə yerləşir? 4 dənə gözü, 2 lamisə çıxıntısı, qolcuqları, çənələrə malik ağzı. Baxın, 4 göz, 2 lamisə çıxıntısı, 4 göz, 2 lamisə çıxıntısı. Testdə bu tez-tez düşür. Deməli, tənəffüsü yenə bütün bədən səthi iləndir.
Bəs mən sizə mövzunun əvvəlində dedim ki, bunlarda tənəffüs orqanı yaranmışdı, amma deyirəm soxulcan da bədən səthi ilə tənəffüs edir, nereiddə. Amma qum qurdunda artıq ilk tənəffüs orqanı, yəni qəlsəmələr yaranmışdır. Q hərfindən yadınızda saxlaya bilərsiniz. Qum qurdu, qəlsəmə həlqəvi qurdulara aiddir və bunda ilk dəfə ilk tənəffüs orqanı yaranmışdır. Zəllilər haqqında danışıram. Zəllilər yırtıcı və ya parazit həyat tərzi keçirirlər, amma ektoparazitdirlər. Yəni dəri səthində olurlar. Xaricində parazitlik etdiyinə görə buna ektoparazit deyirik. Bunun bədənində iki sormac var. Ön sormacı var, bir də arxa sormacı var. Amma bunda qılcıq, ayaq çıxıntısı falan yoxdur. Ona görə biz bunu az qıllı qurdulara, çox qıllı qurdulara aid etmirik. Ayrıca bir sinif kimi danışırıq bundan. Deməli, bu sormacları ilə şikarını tuta bilir və hərəkət edəndə bu sormacları vasitəsilə əşyalara yapışa bilir. Əzəlləri ümumiyyətlə çox güclü inkişaf edib bunu və nəyi deyəcəyik? Qanla qidalanır. Bu insanda və belə deyək də başqa onurğalarda qidalana bilir qan vasitəsilə. Belə deyək, hücum elədi şikarına, xortumu ilə yaraladı və ora bir xüsusi bir madde ifraz edir. Hiruidin fermenti var bunun tərkibində və həmin bu maddə həm zəlinin özündə, həm də şikarın bədənindəki yarada qanın laxtalanmasının qarşısını alır. Dediyim kimi, zəli qanla qidalanır, qanın laxtalanmasının qarşısını alan hiruidin fermenti sintez edir. Bir çox xəstəliklərin müalicəsində istifadə olunur, yəni faydalıdır. Aterosklerozun, hipertoniyanın, tromblaşmanın müalicəsində bu zəlidən istifadə olunur. Ümumiyyətlə, həlqəvi qurdularda regenerasiya qabiliyyəti deyəcəksiniz. Bunlar bağırsaq boşluqlarda demişdik ya, bax onlar kimi regenerasiya prosesi var, yəni bunlarda yaxşı inkişaf etmişdir. Hərəkətləri haqqında da danışaq, necə hərəkət edirlər? Həm dəri əzələ hissəsindəki əzəllər vasitəsilə, həm də qılcıqlar vasitəsilə hərəkət edirlər. Testdə bu həlqəvi uzunlu əzələlərlə bağlı şəkillər düşür. Məsələn, hərəkət edəndə qurdun bədəninin, bax, həlqəvi əzəllər yığılanda bədən nazikləşir, ön ucu nazikləşir. Uzunlu əzəllər yığıldıqda isə bədənin ön ucu yoğunlaşır. Yəni, belə deyək, bədənin ön ucu nazikləşir ki, torpağın arasına keçə bilsin. Uzunlu əzəllər yığılıb bədən qalınlaşanda isə, yoğunlaşanda isə torpağın aralanmasına səbəb olur. Yəni, hərəkətində həlqəvi uzunlu əzəllərin bu qanuna uyğunluğu biri yığılanda digəri boşalmış vəziyyətdə olur. Bu qanuna uyğunluq vasitəsilə rahatlıqla hərəkət edir. Və salam, bu da həlqəvi qurdular haqqında mövzu izahımız idi. Ümid edirəm ki, sizin üçün faydalı olar. Bəyənməyi, şərh yazmağı və kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.